Salam, xoş gördük sizləri əziz müdavimlər. Sizinlə mənəm Rəvanə müəllimə. Bugün Seyid Əzim Şirvaninin Cuşqıl müxəmməsinin izahını verəcəm. Kanala abunə olmağı və şərh yazmağı unutmayın. Vaxt itirmədən keçək təhlilimizə. Deməli, Seyid Əzim Şirvaninin Cuşqıl müxəmməsi əruz vəzninin Rəməl bəhrində yazılmışdır. Rəməl bəhrində. Bax, Füzulinin söz qəzəli də Rəməl bəhrindədir. Rəməl sözünün mənası nədir? Ləngərləyə getmək. Yəni, mənası bu şəkildədir. Və Azərbaycan ədəbiyyatında bir çox əsərlər məhz Rəməl bəhrində yazılıb. Yəni, çoxluq təşkil edir. Həm Rəməl, həm Həzəc bəhri. Ən çox yazılan bəhrlərdən biridir bunlar. Baxaq görək əsərimizdə nələr var. Deməli, burada alınma sözlərdən istifadə olunub, amma məzmuna xələl gətirmir bu alınma sözlər. Yəni, düzgün şəkildə anlaşıla bilir. Cuşqıl, ey ki bilirsən özüvü vaqifi kar, agah ol, gör ki nədir, nalə-i ney, nəğmə-i tar. Nədir o xuşk olan çubdə bu nalə-i zar, ki sədasından onun qarət olur səbr-i qərar. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar. Cuşqıl, qulaq as deməkdir. Qulaq as deyir. Qulaq as, ey ki bilirsən özüvü vaqifi kar. Qulaq as deyir, özünü işlərin bilicisi sanan insan. Yəni, hər şeydən agah olan insan deməkdir vaqifi kar. Agah ol deyir. Yəni, agah ol, bil ki, nədir bu neyin naləsi, tarın nəğməsi? Nədir o xuşk olan çubda bu nalə-i zər? Deyir, o xuşk olan çubda, o deyir, quru çubuqda. Yəni, onun neyi nəzərdə tutulur? Quru çubuq nədir? Neydir? Ney? Bu quru çubuqda deyir, nədir deyir bu quru çubuqdakı bu səs? Ki sədasından onun qarət olur, səbr-i qərar deyir. Bu xəstə naləsi nədir ki deyir? Onun sədası gələndə səbr-i qərarımız deyir, yoxa çıxır. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar. Əsrar sir deməkdir. Açma deyirsən pərdəni, hər pərdədə var 100 əsrar. Deməli, necə oldu birinci bəndimiz? Deməli, agah ol deyir, qulaq as deyir, özünü bilici sanan insan deyir. Agah ol, gör ki, nədir o neyin naləsi, tarın nəğməsi, nədir o quru çubuqda neyi nəzərdə tutur yenə? Bu gələn, oradan gələn o nalə-i zar nədir deyir, o xəstə naləsi nədir ki deyir, o nalə gələn kimi adamın səbri qərarı yoxa çıxır deyir. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar. Yəni, gördüyünüz kimi müxəmməs janrıdır, beşlik formasındadır. Aha. Keçək ikinci bəndə. Qoymaz ol tari müğənni niyə ağuşindən, düşməz ol xanə bələndazələrin duşindən. Huş ilə yuş edə hər kimsə gedər huşindən, pəmbəyi qəfləti çəksən dəxi can yuşindən, ta ki əsrar-i nihanə olasan bərxudar. Deməli, deyir ki, qoymaz o tarı müğənni niyə ağuşundan, yəni qucağından mənasındadır. Düşməz o xanə bələndazələrin duşundan. Bu da nə deməkdir? Yaxşı mənada, yəni adamın evin yıxan yaxşı mənada. Məsələn, bəzən bir-birinə zarafat edirlər, deyirlər ki, ay evi yıxılmış, necəsən? Bax, bu mənada gedir, yəni mənfi mənada deyil. Huş ilə yuş edə hər kimsə gedər huşindən deyir. Yəni, hər kimsə ağlı ilə qulaq assa, ağlı gedər, huş ilə yuş. Ağlı ilə qulaq assa deyir, bax, huşu gedər, ağlı gedər. Pəmbəyi qəflət, qəflət pambığıdır. Sən deyir, qəflət pambığını deyir, qulağından çıxar və əsrar-i nihanə, bu gizli sirlərdən bərxudar ol, yəni xəbərdar ol mənasını verir. Aha, üçüncü bəndə baxaq. Tut bərabər dəmi İsa'ya müğənni dəmini. Bax, İsa Peyğəmbərin adı çəkilir. Qılıb ehya özüvü seyr elə ruh aləmini, ziri qəm ola, eşit nəğməyi zil bəmini, çəkmə aqil sən əgər dəhri müxalif qəmini, şura gəl, nəğmə ilə çək qəmi dünyaya hasar. Deməli, müğənninin nəfəsini İsa Peyğəmbərin nəfəsini bərabər tutur. Qılıb ehya özüvü seyr elə ruh aləmini, özünü deyir canlandır və ruh aləmini seyr elə.
Zira qəm olma deyir, qəmin əsir olma. Nəğmənin zilini, bəmini, zili yəni yüksək, bəm aşağını eşit. Yəni həm zilini eşit, həm bəmini. Çəkmə aqil sən əgər deyir. Əgər aqil sənsə deyir, dünyanın qəmini çəkmə. Şura gəl deyir. Yəni cuşa gəl, həvəslən, həvəsə gəl. Nəğmə ilə çək qəmi dünyaya hasar deyir. Nəğmə ilə deyir, dünyaya hasar çək. Yəni gör nə qədər musiqini gözəl təsvir eləyir, vəsf eləyir. Yəni o vaxtı, o zaman bilirsiniz də musiqini din xadimləri haram hesab eləyirdi və bu o dövrdə yazılıb. Ki musiqinin insana, insan ruhuna, insan mənəviyyatına xeyrindən danışır, zövqündən danışır şair. Musiqi məclisinin əhli gərək əhli bəsər, ta görə pərdə-i əsrarda yüz nəqş süvər. Kim ki zövq əhli deyil, anı hesab elə həcər, ləhni Davud eləməz növ cəmadətə əsər, məni ərbabı edər gürsüxən, ey hüşyar. Musiqi məclisinin əhli gərək deyir, görən olsun. Yəni hər bir şeyi deyir, filan kəs görən adamdır, bilən adamdır. Yəni hər bir şeyi görən olsun ki, o pərdə-i əsrar yüz nəqşi süvər. O deyir, gizli pərdədə yüz naxış, bəzəkləri görə bilsin. Kim ki zövq əhli deyil, kim ki deyir zövq əhli deyil, onu həcər daş deməkdir. Onu deyir daş hesab elə. Ləhni Davud eləməz. Bu da Davud peyğəmbər olub, onun canlandırır. Həm İsa peyğəmbərin adı keçir, həm Davud. Davudun deyir təsirli səsi cansız əşyalara, yəni bu musiqini anlamayan, zövq əhli olmayanlara deyir, əsər eləməz. Ləhni Davud eləməz növ cəmadət əsər. Yəni o zövqü olmayan, musiqini haram hesab eləyən adama necə o zövq verə bilər ki? Məni ərbab edər gürsüxən ey hüşyar. Ey hüşyar deyir, mənalı söz eşitmək insanı böyük edər. Həqiqətən də belədir, yəni mənalı söz eşitmək və danışmaq da insanı böyük edər. Zahidə, Tanrıya bax, məclisi irfandır bu. Tar əsbab-ı mənahi demə, böhtandır bu. Meyi gör, saqiyə bax, köfsər qılmandır bu. Cümlə pərtöv rüxsar-ı sübhandır bu. Meydə həq nurunu gör, səhvinə qıl istiğfar. Ey zahid deyir, zahidə müraciət edir, xitab edir. Ey zahid deyir, Tanrıya bax. Bu dərk edənlər məclisidir. Məclisi irfan nə deyir? Dərk edənlər məclisi. Tarı deyir, əsbab-ı mənahi demə. Tarı deyir, qadağan olunmuş alət demə. O zamanlar tarı qadağan olunmuş alət hesab edirdilər. Tarı qadağan olunmuş alətdir, hesab eləmə, demə. Bu böhtandır. Şərabı gör, şərab paylayanlara bax. Meyi gör, saqiyə bax. Meyi şərabdır, saqi şərabı paylayandır. Köfsər qılmandır bu. Köfsər qılmandakı cənnətdəki bulaqdır və xidmət edənlərdir. Cümləsi pərtöv rüxsar-ı sübhandır bu. Meydə həq nurunu gör, səhvinə qıl istiğfar. Bunların hamısı deyir, alqışlanmalı üzün işığıdır. Şərabda haqq nurunu gör deyir. Səhvinə görə üzr istə. Çox maraqlı əsərdir gördüyünüz kimi. Musiqini haram hesab edənlərə yazılmış, o zamanki cahil insanlara yazılmış bir müxəmməsdir. Burada da Vaqif İkar, Naleyni fikir verir. Lüğət var burada. Bu bəzi anlaşılmaz sözlərin mənasıdır. Deməli, əsər Əruz və Rəməl bəhrində, lirik növdə, müxəmməs janrında və beşlik formasında da alınma sözlərdən istifadə olunsa da mənaya xələl gətirmir. Şeirin dili qəlizdir bildiyimiz kimi. Zildə olan səs Tanrıya daha çox yüksələ bildiyi üçün bəm səsə nisbətən yüksək qiymətləndirilir fikri yanlışdır. Həm zili, həm də bəmi gözəldir musiqinin, bu fikri aşlanır və ictimai məzmunludur, yadda saxlayın və musiqidən zövq almağa çağırır şair insanları. Hətta dini rəvayətə müraciət olunur bu əsərdə İsa Peyğəmbərlə bağlı ki, İsa Peyğəmbər ölüləri dirildə bilirdi bildiyimiz kimi. Yəni burada belə bir məqama da toxunulur. Müxəmməsdə Arfeyin oxuduğu gözəl nəğmənin hər tərəfi heyran etməsindən danışılmır. Yəni belə bir məqam yoxdur. İlk misradan başlanan nikbin ovqat sona qədər davam edir. Yəni burada bədbin ovqat yoxdur, nikbindir. İsa, Davud kimi dini şəxslərin adı çəkilir.
Müğənninin səsi İsa'nın nəfəsinə bərabər tutulur. Davud peyğəmbərin səsinə bənzədilmir. Davud burada deməli İsa'nın nəfəsinə bərabər tutulur. Və musiqidən həzz almağı bacarmayanlar ruhsuz adlandırır. Aqil insanlara bu dünya dərdini çəkməmək tövsiyə olunur. Mahnıya qulaq asan dir, ağıldan gedər. Bəli. Və meydəki haqq nurunu görüb tövbə etməyə dəvət olunur. Gizli sirlərdən aşkar olmaq üçün qəflət pambığını qulağından çıxarmaq tövsiyə olunur. Mahnı ilə deyir, dünya qəminə hasar çəkmək olar. Belə bir fikir də var. Şeirdə ana laylasıdır, oxşamadır. Belə bir məqamlara yol verilmir. Musiqinin insan ruhuna, daxili aləminə möcüzəli təsir göstərməsi ifadə olunur və tarın sədasından deyir, səbrin tarımalı olmağı ifadə olunur ki, yəni musiqi o qədər gözəldir ki, deyir, orada insanın səbri də tarımalı olur. Və şeirdə Zahidə xitab edən müəllif musiqi məclisini irfan məclisinə bənzədir. Yəni. Bu qədər inanıram ki, sizin üçün əhəmiyyətli oldu. Cuşqıl, yəni qulaq as müxəmməsi Seyid Əzim Şirvani yaradıcılığında ən gözəl əsərlərdən biri hesab eləyirəm mən də və hər birinizə imtahanda uğurlar arzulayıram və təşəkkürümü bildirirəm.